Deməli, səhər-səhərləri girmişəm oba marketə. Səhər tezdəndən idi. Girdim, yəni bir paçka sigaret aldım, 4 manat. 2 dənə də kruasan aldım, 1 manat yazırdı üzərində. Yəni mən ümumiyyətlə xoşlamıram oba marketə girməyi. Çünki oradan adi çörək belə alırsan, dadı tamı eyni olmur. Ləzzəti eyni olmur. Yəni xoşlamıram. Prosta səhər çox tezdən idi. Açıq yer o idi. Yol üstü də belə bildiyimiz nə bilim Araz, Bravo yox idi. Girdim ora nəysə sözümün canı. Bir dənə sigaret aldım, 2 dənə kruasan aldım. Kruasanlar 99 qəpik idi. Sigaret də 3.80. Eləyir 5.80. Çıxdım, kartla vurdum, çıxdım, gəldim. Üstündən biraz keçdi, gəldim sonra baxdım ki, kartımdan 6.80 tutub. Elə oldu ki, elə tam da qayıdıb oradan keçirdim yəni. Saxladım, düşdüm xanıma deyirəm ki, xanım, burada bəs bir xata var da. Bax 1 manat yazır üstündə. Vitrində 1 manat yazır üstündə. Siz yəni 6.80 çıxmısınız məndən. Deyir, ya olan qiyməti qalxıb 1.50. Deyirəm axı vitrindəki 1 manatdır. 1 manat yaz 99 qəpikdə 1 manat yazıraq üzərində. Yox deyir, bizdə belədir. Səsini atıb başına indi sözümün canını ara gətirirəm. Mənim yerimə kim olsa çəkər, nə bilim, ay camaat, baxın burada məni aladı. Sözümü ara gətirirəm. Zalımıq da qardaş, zülümkarıq. Bax o xanımla mənim aramda heç bir fərq yoxdur. İkimiz də eyni səviyyədə yaşayan insanlarıq. Bir aşağı, bir yuxarı, 3 aşağı, 3 yuxarı. Amma əlinə fürsət keçəndə elə bir dənə zülümkar olur, elə bir dənə zalım olur ki, şoka düşürsən ki, bu nədir qardaş? Deyirəm ki, ay xanım, bəs vitrindəki qiymətlə kassadakı qiymət fərqliliyi göstərirsə, siz vitrindəki qiyməti əsas almalısınız da, qanunvericilik də bunu tələb edir. Deyir, yox, nə qanunvericiliyi? Burada mənəm Bağdadda Kor xəlifə. Qardaş, girməyin obaya. Mən də girmirəm oba marketə. Konkret bir mənalı oba marketdən istifadə eləmirəm. Yəqin ki, çox adam da mənimlə fikirdə razılaşar. Oradan alınan heç nəyin dadı da yoxdur. Adi çörək alırsan da, məcburiyyətdən qalıram mən. Məcburiyyətdən, təsadüf hallarda olub. Yəni milyonda bir. Məcburiyyətdən qalıb çörək götürmüsən. Qardaş, o çörək də o deyil, qardaş. O çörəyə elə bil eyni dad deyil də mənim qardaşım. Yəni oba market belə, oba marketə girməyin qardaşlar. Girsiniz də vitrindəki qiymətlə kassadakı qiymətə diqqət edin. Yəni.